Kızlar salam. Bugün de sizinle yeni bir tema bağlaması açırıq. Bu videonun tam versiyası, detallı versiyası mənim kanalımda mövcuddur. Aşağıda yerləşdirəcəyim linkə daxil olun. İlk belə bir jiletdir. Çəhrayirəkdə. Çox gözəldir, keyfiyyəti də çox əladır. İçində də astarı var. Belə bir qayışı da var. Sadəcə üstündə bəzi fərqli rənglərdə olan saplar var. Amma keyfiyyət çox əladır. İkinci olaraq belə bir kurtka, payızlıqdır, çox qalın deyil, amma keyfiyyətlidir. Üstdə də duruşu əladır. Rəngi də gördüyünüz kimi. Cibləri də kifayət qədər böyükdür. Hamıya yetəcək qədər. Çox yaxşıdır. Burada da görürsüz, göstərirəm. Sonra bildiyiniz bu kaprona oxşayan kalqotkalar var. Onlardan almışam. Biraz enli kimidir, amma üstdə duruşu yaxşıdır. Çox da sıxmır. Əvvəllər də bir 20 neçə ədəd almışdım. Belə medallar uşaqlar üçün. Sonra belə gellər 6 ədəddir. Qablarının böyük olmağına baxmayın. Qablar çox belə, içi çox balacadır onun. 15 ml-dir biri. Pis deyil, yaxşıdır, istifadə etmişəm. Sonra belə gözəl bir ayaqqabı almışam. Bu ayaqqabı tez bir zamanda tükənmişdi. Çox rahat, həyatımda bəlkə geyindiyim ən rahat ayaqqabıdır. Gördüyünüz isə tikeş aparatıdır. İçindən belə nəsə bir şey çıxır. İstifadə etməmişəm, istifadə etsəm bildirəcəm sonradan. Belə 3 ədəd, 3 cüt pilates çorabı almışam, yəni sürüşmür. Sonra belə gel laklar, payız rəngləridir çoxu. İstifadə etmişəm, amma kifayət qədər rəng vermir. Sonra hər dəfə olduğu kimi hər sifarişimdə bir Mislin məhsulu var. Mislin bildiyiniz kimi bir brenddir. Çox qəşəng brendlərdən biridir. Keyfiyyəti çox yaxşıdır. Pigmentasiyası da əladır. Tövsiyə edirəm. Sonra evdə saatları düzəltmək üçün belə bir məhsul var idi. İşə yarayır bu arada. Sonra tipsi falan edəndə belə kartosi şpilkaları almışam. Heç işə yaramır, çox lazımsızdır. Və belə tipsilər. Sizə tövsiyə edirəm ki, bir növ tipsi almayın, fərqli növ tipsilər alın. Çünki həmişə bir növ tipsi istifadə etməyəcəksiniz. Bu geldə belə extension gəldi. Yəni istədiyiniz kimi ondan nələrsə düzəldə bilərsiniz. Bu da üçlü, belə hər iki tərəfli fırçalardır. İstifadə etmişəm, işə yararlıdır. Və belə forma üçün olan kağızlar. Bunu da istifadə etmişəm, normaldır, amma biraz qəribə formadadır. Desəm mən səhv saldım. Bu da ağ gel olmalıdır. İstifadə etməmişəm, sözün açığı. Bu da şalvarlar, ətəklər enli olanda biraz onları iki tərəfdən də belə vurursunuz, daraldırsınız. Bu heç işə yaramır, bu məhsul. Dırnaq üçündür. Güya poligeli, ümumiyyətlə gel lak hamısını sökür. Heç bir işə yaramır, qızlar. Heç